Hər vaxtınız xeyir olsun, dəyərli televiziya tamaşaçıları, Xəbər-Ekspres.az saytının daimi izləyiciləri. Bəli, bir neçə müddət aradan sonra X Magazin olaraq bugün də mən Rəşad Ərlanoğlu'nun təqdimatında sizlərlə birlikdəyik. Təbii ki, hər biriniz artıq bilirsiniz ki, X Magazin hardadır? Təbii ki, peşəkarların yanında Azərbaycan səhnəsinə yeni addımlamağa çalışan, bəli, incilərimizin yanında və nümunəvi insanların yanında olur. Bugün də gənc istedadlı magazin olaraq sizi xoş gördük. Buyurun tamaşaçılarımızı salamlayın, amma eksklüziv suallarım olacaq. Təbii ki, o suallarımızı izləyici tanımaq istəyir X Magazinin qonağına. Buyurun. Mən salamlayıram hər kəsi. Aytən Abbas, yeni müğənnim. 2025-in əsas insanı gəlir. Aha. Bəli. İddialar. Təbii ki. Buyurun. Yəni mən bu sənətə uşaqlıqdan gəlməyi arzulamışam. Sadəcə olaraq, yəni icazə verilmədiyi üçün mənə evdən qoymurdular ki, sənətə çıxım, yəni oxuyum. Amma hal-hazırda artıq öz yaşım var, öz istədiyim arzularıma çatmağın arzusundayam. Ona görə də yəni artıq baş qaldırdım, gəldim. Belə deyim də, müğənni olmaq üçün təbii ki, insanda səs lazımdır. Təbii ki, biz irəliyən dəqiqələrdə o improvizasiyaları təqdim edəcəyik. Amma ki, siz yəni müğənni olmaq həvəsindəsiniz, yoxsa sənətin ağırlığını hiss eləmisiniz? Arzumdur. Aha. İnsanların məni tanımasını istəyirəm, məni sevməsini istəyirəm. Bəli, yəni uşaqlıqdan belə idim. Məktəb vaxtından koridorda falan gəzirdim. Yəqin ki, o vaxtdan tanıyanlar məni indi də görürsə bilir. Həmişə çıxırdım, avtograf verirdim, belə deyim. Hə, yəni bu mənim arzumdur. İstəyirəm insanlar məni tanısın, tamaşaçı sevgisi olsun. Ulduz da belə deyək ki, ulduz kimi parlamaq istəyirəm. Bəli, ulduz olmaq istəyirəm. Bəli. Mən onu qeyd edim ki, əziz izləyicilər, mən inanıram ki, elə bu sabahları bax elə TikTokda onu eşidəcəksiniz ki, mən ulduz olmaq istəyirəm, mən ulduz olmaq istəyirəm. Elə Aytən Abbasın, elə bax bu sözlərdə bir trend olacaq. Ümid edirik ki, siz ulduz olarsınız, amma sevilən ulduz olun. O tez yanıb, tez sönən ulduzlardan olmayasınız. Gəl belə danışaq, sizin sənətə gəlmək iddialarınız var, ulduz olmaq iddialarınız var və hər hansı bir Azərbaycan sənətkarlarından danışırıq, səhnənisinin sənətkarlarından danışırıq ki, onlardan ilham alırmısınızmı? Kimlərdir pərəstiş, məsələn, olmuşsunuz, həmin insanın pərəstişkarı olmuşsunuz? Bəli, mən Aygün xanım Kazımovadan. Mənim üçün, yəni o divadır da. Həmişə uşaqlıqdan, xalqımızı, millətimizi, bəli. Uşaqlıqdan, yəni mən onun mahnıları ilə böyümüşəm. Bir mahnısı var idi, həmişə oxuyurdu, depressiyondayım. Mən də yəni o mahnı ilə böyümüşəm, hər zaman oxuyurdum. Həyətdə, məktəbdə, yəni belə deyim də o mənim ən sevimli müğənnimdir. Bəli. Belə. Hə, yəni səsini, sənətini çox sevirəm. Ondan ilhamlanıb bu sənətə gəlirəm. Neçə müddətdir ki, artıq ifa edirsiniz, oxuyursunuz? Yəni mən yenə deyirəm, əvvəldən oxuyurdum uşaqlıqdan. Sadəcə olaraq oldu ki, dedim, yox, artıq da gəlmək lazımdır bu sənətə. Yəni məni tanısınlar, bilsinlər ki, belə bir insan var. Belə yəni, mahnılarım da... Müddət olaraq, amma mən o cavabı ala bilmədim, əziz izləyicilərimiz. Bir il olar ki, yəni mən buna artıq başlamışam. Bəli, sərbəst şəkildə buna başlamışam. İfa etdiyin səhnələr olubmu? Səhnələr yox. YouTube səhifəsində var mənim mahnım. Nə var ki, öz mahnımdır. Bir də yenə deyirəm Aygün xanımla, Röya xanımla. İnşallah ki, onlar da halallığını verərlər. Onların mahnılarını ifa edirəm. Müəllif hüquqları var, halallığını almaq lazımdır. Möhrü vurulmuş bir sənətkarların ifalarından danışırıq əlbəttə ki. İmprovizasiya istəyirik, görək o səsini. Məlahətli səsi varmı, yoxmu, nə dərəcədə? Təbii ki, biz yox. Tənqidlər olacaq, əlbəttə ki, olacaq. Zirvəliyə gedən yol tənqidlərdən keçir. O səsinizi eşitmək istəyərdik. Yoxluğunu mən indi duymuşam. Vallah bu həsrətindən yaman doymuşam. Elə bilməsən mənim bir danəm, sənə olan bu sevgimlə mən soymuşam. Yoxluğunu mən indi duymuşam. Vallah bu həsrətindən yaman doymuşam. Buradan Qədir müəllimi salamlayırıq və Qədir bəy, üzürlü sayın. İndi Aytən xanım düzdür, cəhd göstərdi, ifa eləsin. Nə qüsurlarımız oldusa yenə əfv ola. Bir də onu deyim ki, yeni çıxan müğənnilər hər biri, mən çox xüsusunda görmüşəm bunu.
Qədir bəyin bu ifaları ilə başlamaq istəyirlər. Nədən irəli gəlir? Mən sevirəm Qədir müəllimin ifalarını. Yəni buradan onu salamlayıram, üzr istəyirəm. Böyük sənətkardır təbii ki. Böyük sənətkar, salamlayıram. Ondan üzr istəyirəm ilk növbədə. Yəni səhvim olub, doğrum olub oxumaqla, amma yəni belə deyim, mən musiqi savadım yoxdur. Bəli. Yəni birdən-birə üstümə gəlinməkdə də mənə elə gəlir ki, doğru olmaz. Çünki mənim yəni musiqi savadım yoxdur. Sadəcə olaraq bu sənəti sevirəm. Məncə gənclərə dəstək olmaq lazımdır. Dəstək olmaq lazımdır. Elə gənclərdən, musiqidən, ifadan söz gedir. Elə eksklüziv olaraq Aytən Abbasın gözəl ifası ilə proqramımız davam edir. Çox gözəl. Bax, mən elə düşünürəm ki, Aytən xanım, bax, gözəl Novruz ərəfəsindəyik. Təbii ki, keçmiş də olsa bir daha xalqımızın bayramını təbrik edirik və gözəl təbiətin oyanışı və bu gözəl bağda istərdim ki, sizlə həm söhbət ola-ola gəzək və sizin ifalarınızı biz izləyicilərimizə təqdim edək və bu bağın da gözəlliyini sizlərə təqdim edək. Təbii ki, bugün bizlərə münbit şərait yaratdığına görə, təbii ki, bax, biz, bax, belə deyək ki, onun bir dənə ləqəbi var, Karol. Karol bəyə dərin təşəkkürümüzü bildiririk ki, doğrudan da bax bizlərə münbit şərait yaratdı və bu gözəlliyi sizlərə təqdim elədik və irəliləyən dəqiqələrdə təbii ki, həmin o gözəllikləri bir-bir sizlərə nümayiş edəcəyik. Getdik. Deməli, Aytən xanım, bax, mən əsas bizim izləyicilərimizə X Magazinin daimi izləyicilərinə maraqlı olan bilirsiniz nədir? Dəstəkçi. Bax, yəni, olur da deyirlər ki, xanım nədir, müğənni olmaq nədir, oxumaq nədir?
İstərdik ki, bilək, sizə dəstək olanlar çoxdur, yoxsa köstək olanlar? Yox, yəni mənim dəstəkçim yoxdur. Aha. Sadəcə dəstəkçim belədir ki, yəni mənim işimdə təşəkkürümü buradan bildirirəm prodüserim Əhmədə. O varsa qorxmuram heç nədən. Əhməd Pərvizoğlu, prodüser. Bəli, bəli. Əhməd Pərvizoğlu, bəli. Bir söz demək istəyirəm ki, O mənim komandamdır. Əhməd Pərvizoğlu bugünkü gündə show biznesdə bir çox müğənninin prodüseri işləyir. Ola bilər. Yəni o da bir dəfə onunla da danışmaq lazımdır ki, doğrudan da görə bu o qədər müğənnilərlə işləyir və işləri çatdırmaq nə dərəcədə. Onun kaprizləri var, mən onu tanıyıram. Hə, onun kaprizləri var, amma mən onu çox sevirəm. O olmasaydı mən biraz daha da həvəslənməzdim, yəni bura gəlməkdə. O məni daha həvəsləndirib, yəni O həvəsləndirib. Bəs Bəli, həvəsləndirib. Ailədən danışaq da, ailədə sizi həvəsləndirən yoxdurmu heç kim? Yox, ailədə mənə dəstək olan kimsəm olmayıb. Kimsəm olmayıb. Həmişə deyirlər ki, müğənni nədir, qız nədir, müğənni nədir, qız nədir. Yəni biz Bakılıyıq. Bizdə biraz daha qabarıq şəkildədir də bu. Hə, amma yenə o zamanlarda deyirdim, hə, yaxşı, amma mən həmişə bilirdim gələcəm. Həmişə bilirdim insanlar məni tanıyacaq. Bunu bilirdim. Çox iddialıdır xanım. Bəli, çox, bəli. çox həddindən artıq iddialı xanımdır və biz nə deyirik ki, biz sadəcə X maqazini olaraq, bir media nümayəndəsi olaraq xanıma yalnız və yalnız uğur arzu edə bilərik. Amma az öncə söylədiyim o gözəl ifaları, o gözəl pozitiv xanımdır. Mənə elə gəlir ki, seviləcək və tamaşaçı sevgisi qazanacaq. İfa gəlsin. Gəlsin. O zaman Aytən Abbasın gözəl ifası ilə davam edirik. Mən tək səndən yox, həm də özümdən uzaq. Gəl bərkdən danışaq, fəryadlarda susaq. Qoy eşqdən zəhərlənək bu şəhərdə azaq. Hər dərdi yazaq. Asan, mən ümidəm qəlbinə sevgindən mirasam. Məni görmək istəsən, axtarsan arasan. O həmin bağdayam, bəlkə gəlib tapasan. Yol çox asan, bilmək olmaz bəlkə dünyaya. Bir də gəldi, gəl qucaqlaşaq. Bir səfərlik gözlərin olsa, başqa renkdə əllərin əmin. İstilikdə görsə gözlərim, hiss edərdim tutqu ömrünə. Bir də gəldim başqa ölkədə, başqa yerdə. Gəl bu dünyanın dərdi mənlik bəlkə dünyaya. Bir də gəldi, gəl qucaqlaşaq. Bir səfərlik gözlərin olsa, başqa renk. Ay Aytən, bax hal-hazırda sənin ifana qulaq asdıq və hərəkət mimikaları var ki, onlar da hardasa oxşatdıq bir balaca ki, divamız Aygün xanım Kazımovaya. Olmuyor Aygün xanımın məsələ yolunu getmək, Aygün xanımın o yolunu getmək, yəni o zirvəliyə qalxmaq, o tamaşaçının sevgisini qazanmaq, fanat qazanmaq, yəni asan bir şey nəsə Aygün xanımın hərəkətlərindən oğurlamısan. Belə düşünürük. Buradan Aygün xanım Kazımovanı salamlayıram. Ona öz öpücüklərimi göndərirəm. Onu çox sevirəm. Çox sevirəm. Mən bəli, uşaqlıqdan onun hərəkətlərini elə böyümüşəm. Yəni alırdım əlimə mikrofonu, düşürdüm ortalığa, oxuyurdum o mahnılarını. Yəni şəklimi çəkə-çəkə hərdən, gözlərimi çəkə-çəkə məndən belə oxuya-oxuya gəzirdim. Ona görə də çox sevirəm Aygün xanım Kazımovanı. Onun hərəkətləri istər-istəməz mənə keçib də. Yəni keçib. Sevirəm onu, sevirəm. Kəşke onun yanında ola bilərdim. Yəni bir gün belə görmək, bir dəqiqə Aygün xanımı görmək arzusu ilə Azərbaycan səhnəsinə gələn Aytən Abbasdır. Bəli, Aytən Abbas bugün Aygün xanım Kazımovanı çox sevdiyini bildirir, bəli, və onun kimi olmaq istəyirəm, bəli. Sizin ifa elədiyiniz o mahnının söz musiqisi, bəstəsi kimə aiddir? Bəli, mənim hal-hazırda onu da Aygün xanım görmüşəm. Onun mahnının sözlərini və musiqisini yazan Fərhad Tağıyevdir. Reperimizdir, o da bizim məşhur reperdir. Liberant adı ilə gedir. Yəni o da ona uyğun yazılı belə bilmək olmaz mahnısını sevmişdim Aygün xanımı. Elə ondan ilhamlandım. Dedim ki, belə bir mahnı yaz mənə. Biz ümid edirik. Sonluğa bəli işarə edirlər ki, artıq sonlardır. Sonluğa çatdırıq və heç bitməsini istəməzdim verilişin. Heç bitməsini istəməzdim. Çünki mən tamaşaçılarla belə ünsiyyətdə olduqca mən xoşbaxt oluram. Auram daha da genişlənir. Sevirəm səhnəni. Həyəcansız səhnə olmaz təbii ki.
Və tamaşaçılara buradan demək istəyirəm ki, yeni ulduzunuz gəlir. Məni sevin. Mən də sizi sevirəm. Yenə iddialar, yenə iddialar, yenə iddialar bilirik və Bəli. sonluqda vədlərini istəyərdik ki, izləyicilərə çatdırasan. İzləyicilərimə bir kəlmə ilə onu demək istəyirəm ki, mən sizi sevirəm. Tanımadan sevirəm sizi. Aha. Siz də məni tanıdıqca sevəcəksiniz, buna əminəm. Bəli. Bəli. Yıxılmaqları falanları boş buraxın. Təbii ki, Bəli. özü öz sənəti ilə, səsi ilə və pozitivliyi ilə, gülərüzlüyü ilə gəlir. Səsimə də güvənirəm bu arada. Bəli. Bəli, Aygun xanımdan danışırıq. Aygun xanımın bu qədər sevən, təbii ki, çoxdur sevənləri, amma Mən bir başqa sevirəm. Aytən bəli öz iddialarına görə və burada az öncə bax, orada mən onu gördüm. Aa, Və günəş şəkli gördük və ay formasında da təbii ki o ağac işarəsidir, o güllərin işarəsidir. ay var, gün var, bir ay gün var. Sevirəm mən sizi ay günəm, sizin ay günəm. Aygun xanıma. Aygun xanıma, Bəli. bəli, o da bir işarədir, əziz izləyicilərimiz. Təbii ki, bizim bir tamaşalarımızda deyirdilər, aktyorlarımız deyir, səni qımışdıranı deyir, tapacağam. Bəs siz Yox, məni qımışdıran yoxdur. Mən bu sənətə onsuz da gələcəkdim, yəni. Bir gün mən bilirdim. O deyir, Evranın qapıları açıqdır. Həmişə uşaqlıqdan kağıza yazırdım ki, mən müğənni olub böyük səhnələrdə olacağam. Aha. Konsertlərimdə də belə qarşımda insanlar, tamaşaçılar oturacaq. Onlar məni sevəcəklər. Bəli, bugünkü gündə də, yəni Təbii ki, biz də sizə sevgi, bol tamaşaçı sevgisi arzu edirik. Vədlərini eşitmədim amma tam olaraq. Yeni ulduzu gəlir səhnənin, bunu deyim. Aha. İlk növbədə. Kliplər. Kliplər də gələcək, Yeni yaxın bəstələr. müddətlərdə, bəli. Bəstələr də olacaq. Tamaşaçıların sevgisini qazanacağıma söz verirəm və onları buradan öpürəm. Sizi sevirəm. Siz məni sevin ki, mən də belə həvəslənim də, yəni səhnəyə çıxmağa həvəslənim. Sizin sevginizə ehtiyacım var. Buna yəni bir sözlə deyim ki, bu sənətə pula görə yəni gəlmədim. Sadəcə olaraq sevdiyim üçün gəldim. Bunu biləsiniz. Sevirəm sizi. Təşəkkür edirik. Çox sağ olun. Və sonluqdur. X Magazin olaraq sizlə bugün həm söhbət olduq Aytən xanım və nələr söyləyəcəksən X Magazinə təəssüratlarını bölüş, reportajımız haqqında təəssüratlarını bölüş və biz gedək. Təşəkkürümü bildirirəm ilk növbədə sizə. Bütün kamera arxasında olan hər kəsə, kim ki əziyyət çəkib buradadılar bu günləri. Onların hamısına böyük təşəkkürümü bildirirəm. Vaxtını, zamanını mənə ayırdıqları üçün və boş olmayacağını söz verirəm. Bəli, inanırıq ki, o sözü tutacaq. Və sonluqdur, əziz tamaşaçılarımız, X Magazin olaraq bugün də peşəkar olmaq arzusuyla Azərbaycan səhnəsinə yaxın, yuxarı, zirvəliyə qalxmaq arzusuyla gələn Aytən Abbası sizlərə təqdim edirik. Gedirik ki, gələn həftə digər peşəkarlarımızla X Magazin olaraq sizlərlə birlikdə olacağıq. Sağ olun, sağlıqla qalın.